Ya Rabbim, bağışlanmamış bizləri bu dünyadan aparma. Ey mənim sahibim, ey mənim Rəbbim, ömrümün sonuna dək başıma gələcək gizli və aşkar hadisələrin hamısı sənin təqdirinə bağlıdır. Qazanacaq və itirəcəyim, xeyrim və ziyanım sənin əlindədir. Başqasının yox. İlahi, ehtiyaclarımı sən qarşılamasan, kim qarşılayacaq? Əlimdən sən tutmasan, kim tutacaq? İlahi, məni bağışlamağın təəccüblü deyil. Axı bağışlamaqda səndən üstünlük heç kəs yoxdur. İlahi, bu dünyada günahlarını gizlətdin, mənim günahlarımı bağışladın, günahlarımı örtdün. Amma o dünyada faş olmamağa çox ehtiyacım var. Mənim qiyamət günündə eyblərimi açma ya Rabbim. Ey Rəbbim, bu dünyada günahlarımı salih bəndələrinə bildirmədiyin kimi qiyamətdə də şahidlər yanında abrımı aparma ya Rabbim. İlahi, duamı cavabsız qoyma. Gözləntilərimi boşa çıxartma, ümidlərimi kəsmə ya Rabbim. İlahi, günahlarımdan tutsan, əffindən yapışacam, qəbahətlərimdən tutsan, məğfirətindən yapışacam, cəhənnəmə atsan, oradakılara sənə olan eşqimi elan edəcəm. İlahi, məni izzətinin, ləzzətindən, nuruna qovuşdur ki, səni yaxşı tanıyım, səndən başqalarından üz çevirim və yalnız səndən çəkinim. Allahım, xeyir bərəkətini bizdən əsirgəmə. Allahım, bizlərə xeyir ver, bərəkət ver. Allahın xeyir bərəkətini saysız hesabsız salamları Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm və onun pak əhlinə olsun. İlahi, qiyamət günündə üzlərimizi qara etmə.